Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibaro platformasıdır. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaro köməyinizə çatır. Cibaro şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaro platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaro biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaro.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid. Qonağımız həkim, anti-aging mütəxəssisi Telli Nuriyevadır. Xoş gəlmisiniz Telli xanım. Xoş gördük. Təşəkkür edirəm, dəvətimizi qəbul etdiniz. İnanıram ki, bugün çox maraqlı bir veriliş olacaq. Çünki son zamanlar xanımlarımızın bir çox sualları var. Onun açıqlamasını verəcəksiniz. Mən də sizə təşəkkür edirəm. Gəlin başlayaq. Telli Nuriyeva kimdir? Mən Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsini bitirmişəm. Özüm həkim ailəsində böyümüşəm, ailəliyəm, 2 övladım var. Həkimlik fəaliyyətimdə zamanla başa düşdüm ki, tək bir simptomla insan sağlamlığı əldə etmək çətin olur. Orqanizm çünki bütöv prizmadan baxmaq lazımdır və başladım bu yöndə özümü inkişaf etdirməyə. Funksional və bütüncül tibb üzrə ixtisaslaşaraq hal-hazırda pasientlərimə bu yöndə kömək etməyə çalışıram. Nə gözəl. Onda bu sizə ailənizdən gəlib. Ailə üzvlərinizdə də həkimlərin olmağı, bəli, uşaqlıqdan yəqin bir həvəsiniz olub sizdə. Bəli. O xalatı görüb həkimə aid olan. Həmişə anam istəyirdi ki, mən həkim olum. Amma atam bizdə həkimdir. Bəli. O isə çox qarşı idi. Cərrahdır. Onun gecəsi gündüzü yoxdur. İnsan yəni elə bir gecəsi olmayıb ki, 4 saatdan artıq yatsın. Ona görə heç vaxt yəni mənə deyirdi ki, olma, həkim olma qızım, rahat bir şey seç. Mən yəni qərar verməyimdə uşaq idim də bilmirdim. Amma günlərin bir günündə Bəli. Atam xeyirxah cərrahlardandır. Kimin ki ehtiyacı var, onlara təmənnasız kömək eləyirdi. Doktorumuzun ismi Xanoğlan Nuriyev. Xanoğlan Nuriyeva. Bir gün yenə əməliyyat etdiyi bir kimsəsiz bir kişini bizim evə gətirmişdi. O hamını gətirirdi, bizdə yemək yedirirdi, elə yola salırdı. Orada o kişi heç yadımdan çıxmaz, gürcü idi. Ona bir sual verdi ki, mən sənin atanın, ananın qəbrinə gedə bilərəmmi? Ata soruşdu ki, niyə? O dedi ki, mən belə bir övlad yetişdirdikləri üçün ona çox sağ ol demək istəyirəm, onların hər ikisinə. Və mən o an belə baxdım, düşündüm ki, mən də həkim olacağam və atam kimi həkim olacağam, xeyirxah həkim. Yəni ola bildimmi, onun qədər heç vaxt, onun ürəyi kimi, yəni düşünmürəm kimsə elə ürəyə sahib olsun. Bəli. Amma çalışıram. Hər halda onun genetikasını daşıyıram mən də. İnşallah uğurlarınız bol olsun. Sağ olun. Çox elə bir mövzu ilə başladıq ki, ata mövzusu mənim üçün də çox həssasdır. Həqiqətən də biz qızlar atasına baxıb fəxr edən, onun yolundan getmək istəyən, onun atdığı hər addım, əli, hər şeydə, yəni gözü, baxışı, hər şeyindən qürur duyan bir xanımlarıq, daha doğrusu qızlarıq. Qızlar atasına belə bağlı olur. Mən keçim digər suallarımıza, Telli xanım, çünki xanımlar əminəm ki, istəyəcəklər sizdən bunları duysunlar. Telli xanım, son zamanlar eşidirəm mən bir çox yerdən də bütüncül tibb anlayışı. İlk öncə istəyirəm bunu haqqda danışasınız, sonra digər suallarıma keçəcəm. Bu əslində bir yanaşmadır, yəni bütüncül yanaşma. Klassik tibbdən fərqi nədir? Bunu belə izah edə bilərəm. Klassik tibbdə hər hansı bir xəstəliyə, simptoma, hər hansı bir orqan müalicə edilir konkret. Bəli. Bütüncül tibbdə isə biz şəxsə hər tərəfli yanaşmağa çalışırıq. Onun həyat tərzi, onun stresi, onun yuxusu, qidalanması, hormonal balansı. Yəni biz bütüncül tibb çalışır ki, həmin xəstəliyi yaradan səbəbləri aradan qaldırsın.
xəstəliyin özünü müalicə etmir. Xəstəliyi yaradan səbəbləri aradan qaldırır. Yəni belə deyim, xəstəlik deyil də xəstə müalicə olunur. Həm də biraz psixoloji Bəli, təsirləri bəli, olur, bəli, belə anladım mütləq. ki, düzdür? O Mütləq. bədəndəki olan yorğunluq. Eynən. Çünki biz bilirik ki, bütün xəstəliklərin təməlində, bir çox xəstəliklərin təməlində stress yatır. Ona görə mütləq o hissəyə də toxunuruq. Siz o stresi necə azaldırsınız? Stressi necə azaldırıq? Ən birinci insan yaxşı yatmalıdır bunun üçün. Yəni yuxusunu mütləq qaydaya salmalıyıq pasientin. Pasientə yəni adi gəlir, amma çox kömək eləyir. Mütləq ona təklif eləyirik ki, hər gün 1 saat təmiz havada yürüyüş edin. Bəzən mən pasientlərim deyir, beqa boyda yürüyüm, deyirəm, xeyr, təmiz havada yürüyüş edin. Onlara bəzən nəfəs məşqləri verirəm. Yəni bunların hamısı adi görsənsə də çox effektli olur və müəyyən qida əlavələri mən onlara təyin edirəm ehtiyac halında. O zaman öncədən analizlər olunur, Əlbəttə ki, bədəndə çatışan, əlbəttə. çatışmayan hər bir şey Bəli. təyin edirsiniz və Bəli, ona görə bəli. də bir proqram Bəli. təşkil Hər şey edirsiniz. müayinələrdən keçir, daha sonrasında qan analizləri və Bəli. yekunda artıq toxunuruq. Telli xanım, bəs sizə daha çox hansı pasientlər müraciət eləyir? Mənə əlbəttə ki, ən çox artıq çəkili insanlar müraciət edir. Artıq çəki siz də bilirsiniz ki, sadəcə estetik pozuntu deyil, bunun fonunda yaranan yüksək təzyiq problemi, Bəli. insulin dirənci, pasientin stressi, yəni oynaq ağrıları və mən onun çəkisini azaltmaqla bir yerdə bütün bu sadaladığım şikayətləri də sağaltmış oluram və onların da hamısının müalicəsini aparıram və saç tökülməsi ilə bağlı çox müraciətlərimiz olur. Və sadəcə anti-aging məqsədi ilə də müraciət edənlər olur. Düzü azdır. Bu nə deməkdir? Yəni bu insan istəyir ki, yaş alsın, amma yaşlanmasın. Sağlam yaşasın, cavan qalsın və bu insan daima özünün hormonal balansını, vitamin, mineral dəyərlərini balansda saxlamaq istəyir. Və ondan Xanımlar daha çoxluq təşkil Bəli, edər. yəni ki, tam sağlam insanlar da müraciət edir bizə. Saç tökülməsinə gələndə mən istəyirəm onunla bağlı da deyəsiniz. Çünki son zamanlar hər Bəli. kəsin yaralı yeridir. Hətta Bəli. mənim öz saçlarım da çox tökülür. Bunun səbəbi nədir? Bəzən məsələn təklif edirlər ki, bu maskadan istifadə etsən saçın tökülməyəcək və yaxud da hansısa bir prosedur saç üçün etsən saçın tökülməsinin qarşısını alacaq. Amma mən yəni dəfələrlə bir neçə prosedur istifadə eləmişəm, olmuyor. Bir dəfə dəri hissəyə iynələr mezo eləmişdilər. Hətta onda biraz hiss elədim ki, biraz da olsa bir fərq var. Həqiqətən qarşısını alıb. Amma bunu davamlı etmək lazımdır düşünürəm. Mən bir dəfə eləmişdim. Həkimim öldürəcək məni. Davamlı etmək lazım. Bunun başqa yöntəmi varmı? Yoxsa siz də mezoterapiya edirsiniz? Mən necə edirəm? Saç tökülməsinin səbəbi əslində daxildən gəlir. Mütləq şəkildə daxili müayinələrimizi edirik. Vitamin, mineral balansı, hormonal artıq çəki, yəni ki, mütləq şəkildə bu olmalıdır. Daxili səbəbi tapıb, kök səbəbi tapıb onu müalicə edirik. Biz sadəcə mezoterapiya etsək, düzdür, effekt verir, amma 1 ay, 2 ay vitamin, mineral balansı, hormon balansı, yəni bunların hamısı detallı şəkildə araşdırılır. Saç tökülməsi çünki çox geniş bir mövzudur, yəni onu çox araşdırmaq lazımdır. Və saç tökülməsi təəssüflər olsun ki, onun da səbəbi hal-hazırda stresslə bağlı çox olur. Yəni o halda biraz çətindir saç tökülməsini geri döndərmək. Ümumiyyətlə saç tökülməsi yəni biraz səbr istəyən. Ən tez bizə 6 ay sonra cavab verir. 6 ay sonra cavab verir. Bəli. Bilirəm tibbdə qarantiya yoxdur. Bu sualı verməyim bilməm nə dərəcədə doğru olar. Amma siz bu müalicələrlə bağlı yəni qarantiya verirmisiniz ki, məsələn, 6 ay sonra siz görəcəksiniz effektini, həm yeni saçların gəlməsi, həm mən öz dərdimə görə bu sualı, həm də ki, məsələn, saçın tökülməmə qarşısını alırmı sizin etdiyiniz bu prosedurlar? Mən əlbəttə alır. Mən ən dəqiq bildiyim şeyin belə qarantisini vermirəm. Yəni heç vaxt hansı həkim bu sözü deyirsə, yəni o yalan danışır. Amma bilirəm ki, bu belədir. Hər kəsdə effekt görür, inanın. Çünki mən daxili səbəbi tapıram, gözümlə görürəm, onu müalicə eləyirəm. Və kənardan verdiyim vitamin, minerallarla da daha da o müalicəmi bərk edirəm. Çünki mezoterapiyalar niyə edirik? Pasient görməlidir ki, bu bir effekt gördü. Bəli. O həkimdə artıq güvən yaranır və davam etməyə qərar verir.
Və bu aralıq nə qədər olur? Məsələn, 6 aylıq bir müalicə alırsan, yoxsa bir müddət alsan, 6 ay sonra nəticəsini alırsan, sonra nə qədər ara verməlisən? Bir ildə neçə dəfə məsələn bunun üçün prosedur O artıq etməlisən? individualdır. Elə adam var, artıq bilir Orqanizmə saç görədir. tökülmə səbəbini və onun periodik olaraq gəlir, həmin vitaminlərini bərpa eləyirik. Heç mezoterapiyada ehtiyac qalmır. Hal-hazırda qadınlarımızda çox rast gəlirəm dəmir azlığı, qan azlığı. Yəni bu çox saç tökülmənin böyük səbəblərindən biridir. Buna Müəyyən- qida mı təsir eləyir? Aldığımız o hava mı? Hamısı tutduğumuz təsir nəfəs? eləyir. Yəni nədir səbəb? Bu qədər dəmir azlığının səbəbi Bəli, nədir? çoxdur. Yaşa görəmi bu dəyişir, yoxsa amma gənclərdə də görürəm ki, analiz verirlər valideynlər uşaqlarına deyir ki, uşağın dəmiri azdır, hətta qan problemi belə yaşaya bilər. Bəli. Yəni bunun səbəbi nədir? Düzgün qidalanmırıqmı biz, Hamısı, yoxsa yəni bəzən biz düzgün qidalansaq da bizim bağırsaqlarımızın mənimsənmə, əmimə qabiliyyəti yaxşı olmur. Yəni biz düzgün qidalansaq da o dəmiri içsək belə Bəli. biz bədən tərəfindən o mənimsənilmir. Biz bu gün damar daxili terapiyalara ona görə üst tuturuq. Çünki damar daxili nəyisə verdiyimiz zaman o həmin hüceyrələrə çatır. Amma bəzi insan, bu hər insanda eyni olmur bağırsaq mənimsənməsi. Elə insan var, bir ay saç uzanmaq üçün qida əlavəsi içir. Bəli. Bir aya saçları uzanır, elə insan var, 6 aya heç bir saç uzanmır. Yəni bunun səbəbi əslində budur. Onu aşkarlamaq lazımdır. Elə yaxşı ki, toxundunuz bu damar daxili prosedurlarla bağlı. Təhlükəli tərəfləri nədir? Məsələn, bir kistası olan, nə bilim, xərçəngə meylli olan xanımlar da müraciət edə bilərmi? Artıq baxır hansı mən infüzyon terapiyaya edə bilərəm. Çünki orada seçimlər çoxdur. Yəni elə pasientlərə mən çoxsunu etmirəm. Xoşxassəli vəzlər olsa belə. Olsa belə, çünki Riskə girmirsiniz. mən bilirəm bir şey olmayacağını, amma Bəli. pasiyent bir şey olduqda deyəcək ki, yəni həmin o damar daxili terapiyadan oldu. Amma yəni bu hər adamda əks göstəriş deyil əslində. Orada daha çox yüksək dozada B12 vitamininin verilməsindən söhbət gedir. Hə, o da olmaz. Bəli. Əlbəttə ki, B2. O belə hələ elmi cəhətdən Olmaz. sübut olunmayıb, amma ki eləmirik. Yaxşı, bəs xeyirli tərəfləri, müsbət tərəfləri nədir bu prosedurların? Müsbət tərəfləri odur ki, məsəl üçün damar daxili bu insana infüzyon terapiya edildikdə günü sabahdan artıq bu insanın enerjisi düzəlməyə başlayır və effektini görməyə başlayır. Çünki həmin hüceyrələrimizə təsir edir. Biz qida əlavəsi şəklində verdikdə isə onun hiss etməyi biraz uzun müddət Zaman çəkir. çəkir. Bəli, mən necə eləyirəm? Həm damar daxili, bir müddət sonra isə təkrar qida əlavəsi şəklində təyin edirəm. Bu həm də arıqlamaqlarına kömək eləyir, yoxsa sırf enerji baxımından, yəni enerji verir, gümrahlıq, Orada düzgün artıq yuxu, doğru düzgün yatmaq. Pasiyentin şikayətinə görədir. Hə, şikayətinə Bəli. görə. Tələbat da çoxalıb son Yəni zamanlar. tələbat çoxalıb. O xanımların bu sizi də təqdim edərkən elə təqdim etdik ki, yəni qocalmaya qarşı anti-age etdiyiniz prosedurlar dərinin qırışlardan mı xilas edir, yoxsa bədənin özünün möhkəmlənməsini? Bunun əlbəttə ki, mən sizin qədər bilə bilmərəm. Siz peşəkarsınız. Mən istəyirdim ki, bunu siz tam belə təfərrüatlı danışasınız. Gözəl xanımlarımız da izləsinlər, bilsinlər. Bir söz demək istəyirəm ki, tək damar daxili infuziya verək. Bu insan yaxşı yatmasın, yaxşı qidalanmasın, Bəli. bu insanın stresi olsun. Orada heç bir anti-aging, yəni yaşlanma əleyhinə prosedurdan söhbət gedə bilməz. Pasiyentin özü də sizə köməklik Bəli, eləməlidir. bəli. Çünki tək damar daxili infuziya ilə heç nə olmur. Eyni zamanda pasiyentin qidalanmasını düzəldirik. Mütləq şəkildə iltihab yaradan qidaları müəyyən müddət rasiondan çıxardırıq. Artıq çəkisi varsa onu veririk. Daha sonra, yəni çatışmayan vitamin, mineralları həm oral şəkildə ehtiyac olarsa IV terapiya şəklində təyin edirəm. Bax o zaman bəli, pasiyentlər effekt görür. Mənim 40 yaşım var. Mən 40 yaşdan sonra artıq bədənimdəki o ödəmi rəsmən hiss edirəm. Ayaqlarımda, yəni topuq hissədə olsun. Yəni sizə özüm müraciət eləyəcəm, inşallah klinikanıza da gələcəm. Bilmək istəyirəm ki, bu ödəmin səbəbi nədir? Əslində mən çox su tükətmirəm, amma ödəmim həddindən artıq çox olub son zamanlar. Əks fikirdir. Əslində biz ödəmli olmamağımız üçün çoxlu su içməliyik. Və gecə yaxşı yatmalıyıq. Siz ona fikir verin. Siz ödəmli olan gecəni yaxşı yuxu yatmısınızmı?
ondan əvvəlki gün suyunuzu yaxşı içmisinizmi? Qidanızda duza çoxmu istifadə etmisiniz? Yəni bunların hamısını özünüz dəyərləndirin, yenə ödəmli qalsaz, onda baxarıq. O zaman su tükətməliyəm. Onun da Əlbəttə ki. suyun da içmə deyəsən saatları var. Yatana yaxın olmaz. Xeyr, elə bir Bunun belə suyu bir şey hər yox. zaman içə Çünki bilərik. deyirlər ki, yatana yaxın əgər yatmağa gedirsənsə, ondan bir Xeyr. yarım saat öncə sən su içsən, Aha. sən ödəmin daha da çox Xeyr, olacaq. heç bir aidiyyəti yox. Bilmək istəyirəm ki, bəs məsələn çəkiyə görəmi biz o suyu qəbul etməliyik? Necə olur o? Necə təyin edirik ki, neçə litr su qəbul olunmalıdır bədənə? Siz nə qədər içirsiniz təxmini gün Mən ərzində su? çox az, demək olar ki, içmirəm. Yəni ancaq çay Niyə? və tünd çay. Oy. Yəni mən elə çox detallara girmirəm. Qramla, milli ilə pasientlərə qətiyyən elə heç nəyi çərçivəyə salmıram. Və sağlam insan gün ərzində ən az litr, yarım 2 litr su içsə onun üçün yetərlidir. Təşəkkür edirəm. Yaxşı, gəldik çox maraqlı bir sualımıza. Bu sualı mən bu verilişə aparanda qonaqlarım gəlir. Keçən dəfə oğlum sual göndərib qonağımız. İndi də bacım sizə sual göndərib. Deməli bu NAD adlı bir prosedur var. NAD pills, bəli. Bəli. Bunu xahiş edirəm çox geniş danışın. Bu nədir? Niyə bu qədər bu birdən ajotaj yaratdı? Trendmi oldu? Yoxsa bunun səbəbi nəticələri mi çox oldu deyə bu insanlar, xanımlar bu qədər buna meyil göstərdilər? Nədir NAD? Bəli. NAD nikotinamid adenin dinukleotit. Əslində möhtəşəm bir koenzimdir. Bizim hüceyrələrimizin enerjisini artırır, hüceyrə bərpasını təmin edir. Yəni amma sizin də sözünüzə qüvvət, hər kəs bunu trendə və təəssüflər olsun ki, marketinqə çevirdi. Mənə dəfələrlə müraciətlər gəlib ki, bəs mənə NAD edin, mən yaşlanmaq istəmirəm, yaşlanma əleyhinə. Düzdür. NAD-ın adı gəncliyimizin sirridir. Bəli. Bu niyə belədir? Çünki biz uşaq olarkən enerjimizlə, indiki enerjimiz eynidir. Xeyr. Çünki biz yaşa dolduqca o bizim öz bədənimizdə var, lakin yaşa dolduqca itiririk, azaldırıq. Yəni həm mitoxondrilərimizdə sayı azalır və enerjimiz tükənməyə başlayır. Biz onu kənardan verdikdə insanlar yenidən enerjili olmağa başlayırlar. Amma bu demək deyil ki, həmin insan qocalmayacaq, dərisi cavanlaşacaq. Xeyr. Yenə də NAD-ı da əgər kənardan damar daxili infüziya şəklində veririksə, biz digər bayaq dediklərimə də diqqət etməliyik. Yəni bir də marketinq tərəfi məni çox incidir. Dəfələrlə olub ki, mənə NAD-la bağlı müraciət ediblər və mən onları müayinədən sonra demişəm ki, sizi NAD eləyənə kimi hələ bir neçə prosedurlar etməliyik. Bəli. Daha böyük əksiklikləriniz var. Və əvvəlcə pasient razılaşıb, daha sonra isə deyib ki, yox, mən kosmetoloqumun yanında NAD dedim, o dedi ki, gəl mən sənə eləyəcəm də. Yəni ki, başı çıxan, çıxmayan hamı bu səni cavanlaşdırır deyib, hamı bugünkü gün icra edir. Yəni mən isə bunun qəti əleyhinəyəm. NAD da hər kəs üçün uyğun deyil. Ehtiyatlı olsun xanımlar. Bəli, çünki hər kəs üçün uyğun deyil. Mütləq şəkildə müayinələr, anamnez, yəni həkim tərəfindən icra edilməlidir. Mütləq. Əvvəllər xatırlayıram ki, çox tək, yəni əllə, barmaqla sayılan kosmetoloqlar var idi. Sonra bu kurslarda gedib öyrənən, hansısa kosmetoloqun yanında təlim keçən, yalandan sertifikatlar alıb divarlarda bəlkə bir neçə sertifikatı olan xanımlar başladılar prosedurlar etməyə, inyeksiya prosedurları. Nə bilim orada sinirə toxundular. Bunun fəsadını hətta mən özüm də yaşamışam. Soyuqda üzüm ağrımağa başlayırdı, üzüm şişdi, qızardı və simmetriya yarandı üzümdə. Bugün də onun fəsadını yaşayıram. Biraz əsəbləşən kimi, möhkəm bir əsəbim olanda mütləq ki, burada artıq bir şişkinlik, çəkilmə. Yəni bu görürsüz, bu peşəkar deyirlər, amma mən xanımlara niyə bunu deyirəm öz üzərimdə də bunu yaşayan adam kimi? Peşəkarlara müraciət etmək lazımdır. Mən düzdür, hər həkimin əlində istəməyərək, yəni nələrsə baş verə bilər. Ola bilər. Bəli. Mən əslində burada açıqlama verim. Mən əvvəlcə kosmetoloq kimi fəaliyyət göstərmişəm.
istəyirəm. Bəli. Elə mənim məhz ixtisas dəyişməyimin səbəbi də o siz dediyiniz həkim olmayanlar hamının kosmetoloq işləməyinə. Mən həkim olub fərqlənmək istəyirdim. Yəni həkimliyimi bildirmək istəyirdim. Çünki inam iti Bəli, vardır ki, bəli. görəsən həkimdir. Düzdür. Bu doğrudan həkimdir, yoxsa hardasa Düzdür. sertifikat alıb Eynən. mən gedəcəm mənə nəsə. Hamı eyni preparatlar, mən inyeksiya bilirəm. Botoksu məsələn gedirsən botoks eləmə deyir ki, bilirəm, narahat olma. Mən burdan pasientlərə səslənirəm. Özləri getdikləri həkimin mütləq həkim olub olmadığını araşdırsınlar. Ən böyük məsuliyyət onlara düşür ki, yəni hər adamın yanına getməsinlər. Həkim diplomu olan hamısı da yaxşı həkim olmur ki. Elə bir cümləni mən də eşitmişəm ki, olsun da həkim deyil, əl işi Bəli, yaxşıdır. bəli. Artıq o insanın öz seçimidir. Çünki onun özü də o düşüncədədir, elədir. Özü də yəni sahib olmadığı ixtisasla bağlı gedib rahat işləyəcək. Pasiyentlər müraciət eləyəndə daha çox nə ilə rastlaşırsınız? Nə problemlər olur? Onunla bağlı danışın. Pasiyentlər müraciət etdikdə çoxsu deyir ki, arıqlamağa çalışıram, hər Bəli. şey eləyirəm, amma arıqlamıram. Yəni mən orada başlayıram artıq araşdırmağa. Burada nə problem ola bilər? Yəni hansı vitaminləri çatışmaya bilər, mineralları çatışmaya bilər? Yenə də mütləq stress mövzusuna toxunuram və araşdıranda doğrudan da görürəm ki, həmin pasiyentlərdə vitamini çox əksikdir, dəmiri çox əksikdir, B qrup vitaminləri əksikdir. Belə insanlar doğrudan da pəhriz etsələr də arıqlaya bilmirlər. Ona görə biz gələn hamıya həmən pəhriz edin demirik. Əvvəlcə müalicə olunurlar, bütün şikayətləri keçir, daha sonra pəhrizlərini veririk və başlayırlar yavaş-yavaş arıqlamağa. Sizin işiniz çox çətindir. Xanımlarla çalışmaq. Məsələn, mən qəbul eləmir. Çünki mən çox bezdirəcəm sizi, çox zəif vuracam. Bu niyə belə oldu? Bəs necə mənim ödəmim getmədi? Siz belə pasiyentlərlə necə yola gedirsiniz? Elə. Bir təhər. Yola gedirik, bəli. Amma yəni mən çalışıram ki, hamını razı salım. Yəni bu mənim xarakterim. Bəlkə səhv eləyirəm. Çünki bəzi həkimlər var ki, bu belədir, o da mənim mənfi tərəfimdir ki, hamını anlamağa çalışıram. Məncə müsbət tərəfinizdir. Çünki sizə əgər müraciət eləyirsə, o sizin bəlkə də atanızdan, o gələn o vicdandan irəli gəlir. Çünki bir insandan asılı oluruq da həkim. Və həmən an həkim deyəndə ki, bu budur, get deyirəm ya bunu elə ya gəlmə. O an 2 qat psixoloji travma yaşayır pasiyent. Amma siz anlayışla qəbul eləyəndə, pasiyenti dinləyəndə, qısa bir zamanla onun kaprizini çəkəndən sonra özünüz görəcəksiniz ki, mən yaxşı olacağam. İnşallah. Sözünüzə baxacağam, söz verirəm, incitməyəcəm sizi. Elə danışdıq biz digər kosmetoloqlarla da bağlı, hansı ki təhsil almayıblar bir həkim kimi. Mən son zamanlar rastlaşıram. Bizim bir gözəllik mərkəzimiz var. Ora xanımlar gəlir. Deyirəm ki, necə oldu, arıqladınız? Deyirlər, biz iynə vururuq. Deyirəm, necə iynə vurursunuz? Bir analiz verdinizmi? Bəlkə bu tamam da insulin direncinin məsələn qarşısını alır, amma başqa bir fəsadlar verə bilər. Bununla necə ola bilər ki, siz yəni analizsiz, bunun qaydası başqadır. 60% xanımların iynədən istifadə etdiyinin şahidi olmuşam. Aşırı tez bir qısa bir müddətdə də arıqlayırlar. Bu faydası varmı? Ziyanı nədir? Mənə müraciət edən pasiyentlər çoxsu demək olar ki, sağlam arıqlamaq istəyən pasiyentlərdir. Yəni bu doğrudan belədir. Lakin mən həkiməm, mən başa düşürəm ki, bəzi hallarda bu iynələr təyin edilməlidir. Amma burada o qədər incə nüanslar var ki, o qədər ehtiyatlı davranılmalıdır. Əgər bu pasiyentə iynəyə göstəriş varsa, təyin edilə bilər. Amma siz dediyiniz kimi mütləq öncə analizlər verilir. Çünki həmin pasiyentin qaraciyər göstəriciləri yüksəkdirsə, hamı alıb öz başından vurur. Bu çox səhvdir. Çox səhvdir və iynənin fəsadlarından və ən böyük fəsadlarından biri odur ki, pasiyent qidasına diqqət etmədikdə pasiyent ancaq əzələdən kilo verir. Əzələni geri qaytarmaq, sarkopeniyanı bərpa etmək çox çətin məsələdir. Ona görə əgər iynə belə vurulsa, pasiyent qidasına diqqət etməlidir. Həkim tərəfindən onun çəkisinə hər həftə nəzarət olunmalıdır ki, bu həftə əzələdən verdik, yağdan verdik. Evdəki tərəzi ilə bizim istifadə etdiyimiz bədən analizatoru fərqlidir. Evdəki tərəzi sadəcə çəkini göstərir. Biz isə görürük orada yağdan verib bu pasiyent əzələdən. Əgər əzələdən veribsə artıq ora dayanırıq, orada nələrsə etməyə çalışırıq. Ona görə yəni bu iynənin ən böyük fəsadlarından biri budur, əzələ itkisi. Yenə də təkrar
kilo alımı yağdan baş verir. Bu da çox pis bir Telli xanım, orada haldır. məsələn preparatlarda da fərq var. Məsələn, elə xanım var deyir ki, mən 2000 manat almışam. Bəli, bəli. var. Eləsi var deyir ki, yox mən 700 manat verdim. Bəli, Yəni var. bunların fərqi nədədir? Yəni əslində yəni fərqi yoxdur deyil, o preparatlarında fərqi var. Heç Onu- olmasa ölkə olaraq hansı ölkənin preparatı daha yaxşıdır? Xanımlarımız Mənə məlumat görə alsın. Almaniyanın preparatı daha Almaniyanın. yaxşıdır, bəli. Çünki orada nisbətən əzələ itkisi və yan təsirləri daha az olur. Həmin iynəni istifadə etdikdə tək əzələ itkisindən əlavə xanımlarda çox güclü ürək bulanma olur, baş gicəllənmə, yorğunluq, qəbizlik halları, yəni ona görə çalışırıq ki, yan təsiri ən az olandan istifadə edək. Bir xanım iynə vurdurmuşdu, o dediyimiz kimi. Hı -hı. Amma şiddətli miqren ağrıları başlamışdı. Bəli. Yəni inanın ki, həmin xanım bir dəfə istifadə etdi, sonra 2 ay miqrendən müalicə aldı. Yəni bunun nə qədər böyük fəsadları da var. Bəli, çünki bəziləri dozalamanı düzgün etmir. Bu da yenə Ha. həkim tərəfindən etməlidir. Çox pul çıxmasın deyə yüksək dozadan başlayırlar. Bu heç düz deyil, mütləq, yəni ilk öncə bədəni öyrəşdirmə dozasından başlamaq lazımdır. Bu dövrdə biz arıqlamırıq, sadəcə bədən öyrəşir buna. Daha sonra biraz yüksək dozaya keçmək olar. Yəni burada çox nüanslar var. Ona görə mən hamıya məsləhət görürəm, mütləq həkim nəzarəti altında istifadə etsinlər. Əgər ona da ehtiyac varsa, inanın ki, yəni çox vaxt insan özü sağlam qidalanaraq, sağlam həyat tərzi yaşayaraq arıqlaya bilir. Ümumiyyətlə arıqlama, yəni mənim öz bacım həmişə deyir ki, arıqladım yenə kökələcəm də. Yəni əlbəttə bu el olur. İnsanlar Bəli. mədə əməliyyatı edir, diqqət etməsələr yenə də kilo kökələcək, alır. düz. Bəli, ona görə də, yəni ancaq tək burada variant həyat tərzimizi dəyişməkdir. Yəni demirəm həmişə çərçivələrdə, amma daha çox diqqət edib arada bir pozmaq. Yəni həyat tərzi dəyişilməlidir. Telli xanım, heç olub ki, yorulursunuz, deyirsiniz ki, mən niyə gəldim bu sahəyə? Keşke Xeyr. başqa Xeyr, çox sevdim bu sahəni. Çox Çünki sevdim. insanları sağlam saxlaya bilmək, yəni onlara nəyisə öyrətmək, yəni mən bundan ləzzət alıram, necə deyim. Yəni onlar xəstələnməsinlər, bilsinlər hər Siz şeyi. yorulanda necə yenidən motivasiya alırsınız? Hələ ki yorulmamışam. Yorulmamış. Hələ Allah ki yaxşı. yorulmamışam. Lap yaxşı doktor. Mütləq müraciət eləyəcək sizə. İnşallah. Telli xanım, bir də bir sualım var sizə. Bu son zamanlarda bilmirəm bu marketinqlə mi bağlıdır, yoxsa həqiqətənmi bu belədir? Süd məhsullardan qidada Bəli. imtina edilməsi, sonra Gluten. bəli glutendən bu nə dərəcədə doğrudur, doğru deyil? Süd məhsulları, gluten bunlar bədəndə iltihab yaradan qidalardır. Bəli. Əgər pasiyent bizə müəyyən şikayətlə müraciət edirsə, mən də o qidaları müfəvvəti olaraq kənarlaşdırıram. Çünki gələn çox pasiyentlər şikayətlə gəlirlər. Bəli. Amma bu o demək deyil ki, marketdən gedib glutensiz yazılan məhsulları yeyin deyirik. Qətiyyən. Gluteni çıxardıb balanslı, yəni makro, mikro nutriyentlərlə zəngin yenə onların qidalanması təmin olunur. Yəni burada bəzən görürəm Instagramda bunun əleyhinə danışanlar var, düşünürlər ki, marketinqdə glutensiz hər şey Bəli. daha bahadır, bitki südləri daha bahadır. Bəli, bəli. Biz heç kimə demirik ki, gedin onları alın. Sadəcə müəyyən müddət 2 ay, 3 ay bu iltihab yaradan qidaları ehtiyac varsa, bu da hamıda. Yəni hamının gluten həssaslığı yoxdur. Hamının laktoza həssaslığı yoxdur. Bu da yenə individual olaraq təyin edilir. Ehtiyac varsa müvəqqəti bir zaman bunu çıxardırıq. Daha sonra yenidən rasiona geri qaytarmaq olar. Telli xanım, son zamanlarda hər kəsdə, bilmirəm mənim özümdə də belə yuxu problemləri var. Mən bunun üçün hansı bir preparat mı qəbul edim, yata bilim? Yəni demək olar ki, hər 3 saatdan bir, 4 saatdan bir mən oyanıram. Oyanıram yenidən və yuxum tamamilə pozulub. Bunun üçün biz nə etməliyik? Bu bizim yuxu bayaq qeyd etdiniz ki, yuxu doğru düzgün yuxu yatmayanda çəki atmaq da o gec olur. Bəlkə elə ödəmlərin də səbəbindən biri odur. Bununla bağlı da zəhmət olmasa danışıb. Biz yuxumuzu necə alaq Telli xanım? Bu əslində bir döngüdür. Yəni gecə bizim yatmağımız üçün melatonin hormonumuz ifraz olunmalıdır. Melatonin hormonumuz niyə ifraz oluna bilmir? Çünki onun öncü maddələri triptofan, yəni ki, bizim xoşbəxtlik hormonumuzu yaradan hormon ifrazı azalır. Ona görə də triptofan ifraz olunmur, melatonin ifraz olunmur. Yəni yenə gəlirik stressə.
Stressə. Hə, biz niyə yata bilmirik? Yenə də stres bizi qoymur yatmağa. Xoşbəxtlik hormonu üçün də şirniyyatlara müraciət edirik, istifadə edirik və kökəlirik. Kökəlirik. Mən deyərdim, mənim bir dənə Instagramda video çəkmişəm. Xoşbəxtliyinizi artırmaq üçün axşamlar balqabaq tumu tükətə bilərsiniz. Tərkibində həm maqnezium var, həm triptofan var. Maqnezium bizi sakitləşdirəcək, gərginliyimizi götürəcək, stressimizi götürəcək. Triptofan da bizim xoşbəxtliyimizi artıracaq. Yəni balqabaq tumundan istifadə edə bilərsiniz. Teyli xanım, veriliş tez bitsin istəyirəm. Gəlim sizin yanınıza. İnşallah, gözləyirəm. Artıq mən də belə sağlam həyat tərzi yaşamaq istəyirəm. Doğrudan necə danışırsınız, adama bir iradə gəlir, bir xoşbəxtlik gəlir ki, mən də bu cür yaşayacağam. Doğrudan da xanımlar bəlli bir yaşdan sonra mütləq bu şeylərə diqqət etməlidirlər. Mənim heç bir zaman ağrımadığım orqanım ağrıyır, ağrımayan başım ağrıyır 40 yaşdan sonra. Mən düşünürəm ki, 40 yaş tamam olan xanımlar sağlam olsalar belə, özlərini yəni gümrah hiss etsələr belə mütləq həkimlərə müraciət etməlidir və düzgün qidalar, ən azından o dediyiniz kimi vitaminlərin, mineralların varmı bədəndə, nə azalıb onları yenidən az da olsa bərpa etmək lazımdır. Telli xanım, son zamanlarda su ilə arıqlama bir metodu var. Bu yanaşma doğrudur yoxsa yox? Mənim də rastıma çox gəlir. Instagramda qrup halında başlayaq detoks edək, su diyetası edək. Baxıram, yəni göndərirlər onlara. 24 saat ac qaldım, 48 saat ac qaldım. Bunu etmək olar. Bu əslində otofagiya deyilir buna. Bu bəzən bizə xeyirdir. Amma bu hər adama yenə uyğun deyil. Bunu Instagram vasitəsilə bilmir qabaqdakı insanın əzələ kütləsi nə yerdədir, qabaqdakı insanın yəni vitaminləri nə vəziyyətdədir. Mənə bir dəfə gənc qız müraciət etmişdi. Bu sahə ilə çox maraqlanırdı. Xarici ölkədə yaşayırdı. Dedi ki, mən bunu etmək istəyirəm özümə. Və mən onu yoxladıqda onun əzələ kütləsi yerlərdə, yəni bu ac qaldıqda insan əzələ kütləsindən kilo verir. Və onu 24 saat, 48 saat aç saxlamaqla biz əzələmizi itiririk. Yoxlanın, hər şeyiniz qaydasındadırsa, yəni bunu həftədə bir dəfə, 2 həftədə bir dəfə bir gün etmək olar. Amma davamlı şəkildə özünüzü bilmədən, tanımadan belə şeylər özünüzə etməyin. O smuzilər hazırlanır, detokslar hazırlanır. Belə şeylər özünüz. İndi yumurta diyetası dəb olub. Yəni baxıram, gülürəm sadəcə olaraq. Normal biz qidalansaq da arıqlayacağıq. Niyə özümüzə zülm verək, niyə tələsək, niyə qaçaq? Normal qidalanaraq arıqlamaq deyirsiniz. Bəs bu gecə saat 12-dən sonra, hər kəs yatandan sonra gedib soyuducunu açıb oradan yemək götürüb yemək nə dərəcədə doğrudur? Əslində, yəni mən pasientlərimə 6-dan sonra yeməyin, belə elə qadağalar qoymuram. Deyirəm, çalışın 8-ə kimi bitirin. Niyə 8-ə kimi? Çünki 8-dən sonra bizim orqanizmimizdə immun sistemimiz başlayır bərpa prosesləri yerinə yetirir. Defekt hüceyrələrimiz varsa onları rədd edir, digər hüceyrələrimizi bərpa edir. Biz ora qida verəndə 8-dən sonra artıq immun sistemimizin başı qarışır həzm etməyə və yəni o bərpa prosesləri getmir bədənimizdə. Əgər biz saat 8-ə kimi normal yeməyimizi yesək, bütün makro, mikro nütriyentlərlə bir yerdə yeməyimizi yesək, inan ki, saat 10-da acmayacağıq. Biz atışdırsaq, yaxşı yeməsək, onda acacağıq saat 10-da və elə də olanda yenə də özünüzü o stresi yaşatmayın. Çox acdınız, həmin günü yeyin. Nəsə bir yüngül bir şey yeyə bilərsiniz. Yəni, maksimum dərəcədə bədənə o stresi yaşatmamağa çalışırıq. Bir gündür, sabahsı günü eləməyəcəksinizsə, özünüzə əminsinizsə, həmin an yeyin. Ürəyiniz bir şey istədi, yeyin. Bəs meyvə məsələsi, məsələn, deyirlər ki, axşam saat 6-dan sonra 4-dən sonra. 4-dən hətta. Bəli, ondan sonra yediyimiz meyvə, çünki o fruktoza yağa çevrilir qaraciyər. Ona görə yemək olmaz. Bəli. Ona görə saat 4-ə kimi yeyirik meyvəmizi. Teyli xanım, mən bugün başa düşdüm ki, mən heç doğru yaşamamışam. Amma yenə də gözəlsiz. Çox sağ olun. İncəsiz. Təşəkkür edirəm. Çox təşəkkür edirəm. O qədər maraqlı belə bir diskussiyamız oldu. Mən inanıram, bilirəm ki, bu veriliş çox baxımlı olacaq. Xanımlar bütün beynindəki sualları, hər şey mən sizə ünvanladım və siz də həqiqətən çox vicdanlı, çox geniş bir məlumatlar verdiniz. Bu da sizin işinizə, peşənizə, sənətinizə olan bir, özünüzə qarşı olan bir hörmətdir. Mən də sizə öncəliklə təşəkkür edirəm. Sizdən çox xoş enerji aldım, çox rahat. Yəni sanki doğrudan da bir yerdə söhbət eləyirik.
Yəni bu şəraiti mənə yaratdığınız üçün təşəkkür edirəm. Mən də yəni verilişinizin çox baxımlı olduğunu gördüm. Ona görə yəni gəlmək istədim. Çox təşəkkür edirəm. Minnətdaram xoş sözləriniz üçün. Mən də sizin yanınıza gələcəm. İnşallah. Bax belə. Bugünkü verilişimiz də sona çatdı. Xatırladım ki, verilişimizin baş sponsoru Cibaru platformasıdır. Gələn görüşlərə qədər. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaru köməyinizə çatır. Cibaru şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaru platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaru biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaru.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid.